xanımın məsələn ev işlərini görməsi vacibat qismindən deyil. Allah Taala lütf edib ki, vacib etməyib, müstəhəb qərar veribdir. Yəni xanım bir işi biraz yubatsa, bu anlamda deyil ki, o böyük bir pis iş görüb, günah iş görüb və yaxud haram iş görüb. Bu da o anlamda deyil ki, xanım məsuliyyətsiz davransın ev işlərinə. Yəni, bəy əvvəla bilməlidir ki, bu vacib olmadığı halda mənə minnət qoyub, mənim üçün bu işi görübdür. Mənim övladlarımın, məsələn, əziyyətini çəkir. Halbuki heç bir bəy bu işi görməyə qadir deyil. Çox nadir hallarda məcbur olduqları surətdə bu işi görürlər. Bir gün əgər bəy uşağı saxlasa, tez şikayət edir ki, dəhşətdir. Yəni, çox çətindir. Bəy üçün bu dözülməz bir işdir. Uşağı yedizdirmək, yumaq, geyindirmək, bütün bu şeylər bəy üçün